Hər birinizi bugünkü bayram münasibəti ilə və qurultay münasibəti ilə ürəkdən təbrik edirəm. Fəaliyyətə, qiymətə gəldikdə isə hesab edirəm ki, sədrin fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar. Amma Ali Məclis və MNTK-nın fəaliyyətinə isə kafi qiymət verilməsini təklif edirəm. İcazənizlə Klassik Xalq Cəbhəsi Partiyasının ikinci qurultayının ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı qətnaməsini çatdırmışdır. Milli siyasəti və ölkənin çıxılmaz vəziyyətə salan problemləri dərminləşdirməklə hakimiyyəti uzatmaq taktikası dəyişməz olaraq qalmaqdadır. Məhz bu siyasət nəticəsində Qarabağ problemi hələ də həll olunmamış, ateşkəs rejiminə baxmayaraq orduda əskər ömürlərinin sayı artmış, sülh danışıqları adı altında aparılan proses faktiki olaraq münaqişənin dondurulmasına xidmət etmişdir. Ötən illər ərzində keçirilmiş bütün seçkilər saxtalaşdırılmış, bir şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyət yaradan maddələr saxta referendum nəticəsində konstitusiyadan çıxarılmış və parlament icra orqanının əlavəsinə çevrilmişdir. Əsaslı kadr islahatları aparılmamış, nəticədə dövlət strukturları tamamilə korrupsiyalaşmış və vətəndaşa xidmət etməli olan dövlət tam əksinə onu istismar edən cinayətkar bir mexanizma çevrilmişdir. Ölkənin təbii sərvətləri talanmaqda davam etmiş, dövlət büdcəsinin ehtiyaclarından asılı vəziyyətə salınmış, əhalinin sosial-iqtisadi problemlərinin həllində ciddi irəliləyişə nail olunmamışdır. Təhsil və səhiyyə sistemi bütün parametrləri ilə məhv edilmişdir. Geniş vüsət alınmış, jurnalistlər əsassız yerə həbsə atılmış, təqib edilmiş, televiziyalar yalnız bir ailənin təbliğat vasitəsinə çevrilmişdir. Sərbəst toplaşma azadlığı defakto ləğv edilmiş, siyasi məhbuslar problemi hələ də öz həllini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq Klassik Xalq Cəbhəsi Partiyası hesab edir ki, hakimiyyətdə olan mövcud antidemokratik, milli mənəvi dəyərlərə düşmən kəslər, öz vətəndaşlarına istismarçı mövqedən yanaşan, milli iradəni hesaba almayan xarakteri aşkardır. Bu da rejimin ən qısa zamanda istifaya göndərilməsini zəruri edir. Klassik Xalq Cəbhəsi Partiyası bütün milli demokratik mütərəqqi qüvvələri birləşərək bu yaramaz rejimi istifaya göndərmək yolunda mübarizəyə çağırır və bunun üçün zəruri olan hər cür addımı atmağa hazır olduğunu bəyan edir. Diqqətinizə görə sağ olun.